Salamlayıram hər kəsi. Mən Rızayev Arzu Mətləb qızı. 4 ildən çoxdur şərlənərək qanunsuz olaraq həbsə məruz qalmış jurnalist, siyasi məhbus Rızayev Osman Nərmanoğlu'nun həyat yoldaşı olaraq ictimaiyyətin diqqətinə vacib bir məsələni çatdırmaq istəyirəm. Həyat yoldaşım jurnalist, siyasi məhbus Rızayev Osman Nərmanoğlu 5 iyul 2022-ci il tarixindən qanunsuz olaraq şər böhtanla heç bir əsas olmadan azadlıqdan məhrum edilmişdir. Onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə cinayət işi başlanılmış. 25 yanvar 2024-cü il tarixdə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilmə cəzası təyin edilmişdir. Rızayev Osman Nərmanoğlu bu hökmü qanunsuz və siyasi motivli hesab edir. Hökmdən sonra o əvvəlcə 13 saylı cəza çəkmə müəssisəsində, daha sonra isə Şəki penitensiar müəssisəsində saxlanılmışdır. Səhhətinin ağırlaşması səbəbindən Şəki rayon məhkəməsinin qərarı ilə 9 may 2026-cı il tarixində penitensiar xidməti müalicə müəssisəsinə köçürülmüş və aparılmış tibbi müayinələr zamanı onda hepatit C virusu aşkar edilmişdir. Halbuki həbs olunduğu iş dövrlərdə və sonraki müayinələrdə belə bir virus aşkar edilməmişdir. Rızayev Osman Nərmanoğlu bildirir ki, Şəki penitensiar müəssisəsində dəfələrlə qanunsuz olaraq intisam kamerasına qarşı salınmış, həmin vaxt özünə məxsus olmayan üzqırxan vasitələrdən istifadə etməyə məcbur edilmişdir. O hesab edir ki, hepatit C virusuna yoluxması həmin şəraitdə daş vermiş ola bilər və bu ehtimalın hərtərəfli araşdırılması vacibdir. Bu səbəbdən o 7 iyul 2026-cı il tarixdən Azərbaycan Respublikasının baş prokuroruna cinayət əməlləri üzrə araşdırma aparılması barədə müraciət etmiş, həmin müraciətə öz ərizəmi də əlavə edərək 8 iyul 2026-cı il tarixdə baş prokurorluğa poçt vasitəsilə məktub göndərmişəm. Təəssüf edirəm, hələ 2 aya yaxındır, bu günə qədər nəticə barədə heç bir məlumat verilməmişdir, heç bir araşdırılma aparılmamışdır. 4 ildən çoxdur qondarma və sifarişli iddialarla jurnalisti asan şəkildə həbs edən, bu yolla siyasi məhbus siyasını artıran baş prokurorluq hansı səbəblərə, hansı maraqlara görə 2 aya yaxındır məhkumun müraciəti üzrə zəruri prosesual hərəkət həyata keçirmir? Azərbaycan Respublikası Konstitusiyasının 41-ci maddəsi hər kəsin sağlamlığının qorunması hüququnu, 60-cı maddəsi isə hüquq və azadlıqların məhkəmə müdafiəsini təmin edir. Bundan əlavə Azərbaycan Respublikasının qoşulduğu Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci maddəsi yaşamaq hüququnun qorunması, 3-cü maddəsi işgəncənin, qeyri-insani və ləyaqəti alçaldan rəftarın qadağan edilməsini, 6-cı maddəsi ədalətli məhkəmə araşdırılması hüququnu, 13-cü maddəsi səmərəli hüquqi müdafiə vasitəsinə malik olmaq hüququnu təmin edir. Həmçinin BMT-nin məhbuslarla davranışa dair Nelson Mandela qaydalarına əsasən məhbusların sağlamlığının qorunması dövlətin birbaşa məsuliyyətindədir. Onlar təhlükəsiz və sanitariya normalarına uyğun şəraitdə saxlanılmalı, yoluxucu xəstəliklərdən qorunmalı və lazımi tibbi yardımla təmin edilməlidirlər. Yuxarıda göstərilənləri nəzərə alaraq tələb edirəm. Rızayev Osman Nərmanoğlu'nun hepatit C virusuna yoluxmasının səbəbləri üzrə müstəqil, obyektiv və hərtərəfli araşdırılma aparılsın. Onun təqdim etdiyi müraciət üzrə cinayət prosessual qanunvericiliyi